Əlillik dərəcəsinin verilməsi prosesində şəffaflığın təmin edilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qaydalarda bəzi dəyişikliklər edilməsini nəzərdə tutur. Əlillik dərəcənin verilməsi qaydalarında ediləcək dəyişikliklərin nədən ibarət olduğu məlum olmasa da, neqativ hallara qarşı mübarizə tədbirlərinə start verilib. Azərbaycanda əlilliyin təyin olunması yeni meyarlar əsasında müəyyən ediləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov bildirib ki, bu sahədəki neqativ halların qarşısını almaq üçün artıq işlərə başlanılıb. Hazırda biz Cənab Prezidentin bu sahədə verdiyi tapşırıqlara uyğun olaraq bu istiqamətdə işləri başa çatdırmaqdayıq və əlilliyin təyin olunması meyarlarında dövrlük və müddət məsələlərinin yenidən baxılması lazımdır ki, bu sahədə şəffaflığın təmin edilməsi və məmur vətəndaş kontaktlarının minimuma endirilməsi təmin olunur. Ekspertlərin fikrincə, əlillik dərəcəsinin təyini zamanı hər bir şəxsə fərdi yanaşılmalı və meyarlar müəyyən edilərkən xarici təcrübədən yararlanmalıdırlar. Beynəlxalq təcrübədə əlillik statusuna görə verilir ki, həmin şəxsin əmək qabiliyyəti aşağı düşür və əmək qabiliyyəti aşağı düşdüyü üçün onun işləyib və ya tam olaraq işləyib gəlir əldə etmə imkanı olmur. Və bu baxımdan təbii ki, dövlət əmək qabiliyyəti itirmiş və ya qismən itirmiş şəxslərin əmək qabiliyyətini itirən hissəsini kompensasiya edir. Eyni zamanda şəffaflığın artırılması üçün xüsusi komissiyaların formalaşdırılması və həmin formalaşdırılan komissiyalarda yalnız dövlət qurumlarının və eləcə də həkimlərdən ibarət bir qrupun deyil, eyni zamanda vətəndaş cəmiyyətinin, hətta medianın təmsilçilərinin olmasına ehtiyac olur. Qeyd edək ki, hazırda birinci qrup əlillik dərəcəsi 2 illik müddətə təyin olunur. Həmin şəxs 2 ildən sonra yenidən müayinədən keçir və əlillik yenə də 2 il müddətinə təyin edilir. 3-cü dəfə müayinədən keçdikdən sonra yaxşılaşma baş verməyibsə, ömürlük təyin olunur. İkinci qruplarda bu hər il təyin olunmaqla 10 il ərzində baş verir. Üçüncü qruplarda isə insan pensiya yaşına çatana qədər bu proses davam edir. Yeni meyarlarla bağlı təkliflər yaxın günlərdə dövlət başçısına təqdim ediləcək.